Hal-hazırda Ağstafa rayonunun Eynallı kəndindəyik. Qəhrəman şəhidlərimizdən olan Tovuz döyüşlərinin qəhrəman igidi Elçin Arifoğlu'nun ziyarətinə gəlmişik. Ruhun şad olsun qəhrəman oğul. Allah doğmalarına səbir versin. Bizlər hər zaman gəlirik ziyarətlərə. Gəlmək də bizim borcumuzdur. Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq bugün də gəlmişik. Anım günü ilə bağlı şəhidlərimizin ziyarətinə. On iki il Tovuz döyüşlərindən 6 il ötür. Bugün 6 il tamam olur. Qəhrəman oğullar, ruhunuz şad olsun, haqqınızı halal eləyin. Sizin bir dünya boyda adınız var. Adınız qarşısında, ruhunuz qarşısında baş əyirik. Allah doğmalarınıza səbir versin. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Bu günləri Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq 12 iyul döyüşlərinin şəhidi Elçin qardaşımızın ziyarətindəyik. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Biz həm şəhid ailələri olaraq, həm bir vətəndaş olaraq hər zaman özümüzə borc veririk şəhidlərimizi ziyarət etmək. 6-cı ildir ki, hər il demək olar ki, biz bu şəhidlərimizi ziyarət edirik, bunları ziyarətsiz qoymuruq. İnşallah ki, neçə ki ömrümüzdə də ömür var. Qəhrəman qardaşlarımızı hər zaman ziyarət edəcəyik. Onların ailəsi üçün təsəlli olmağa çalışacağıq həmişə. Allah cəm şəhidlərimizə ruhunu şad eləsin. Şəhidlərimizə Allah rəhmət eyləsin, yerləri cənnət. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Ruhları şad olsun, inşallah cənnət olsun. Azərbaycanın qəhrəman oğulları. Tovuz döyüşlərində 12 yılda öz canını düşmən gülləsinə sipər eləmiş Elçin oğluna da ruhu şad olsun, yeri cənnət olsun, bir ömür borçluyuq. Biz bugün Tovuz Ailələri Birliyi olaraq 12 iyul Tovuz döyüşlərində şəhid olmuş Elçin Arifoğlu'nun ziyarətindəyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Allah rəhmət etsin, ruhu şad olsun. Elçin balamıza və onun simasında bütün Azərbaycan şəhidlərinin məqamı ucadan uzaq olsun, ruhu şad olsun, yerlər cənnət olsun. Amin. Buyurun. Ermənistan Respublikası cəzasızlıq şəraitindən istifadə edərək bu cümlədən beynəlxalq birlik tərəfindən Ermənistan Respublikasının işğalçılıq siyasətinə qarşı heç bir əməli addımlar atılmadığından və eyni zamanda ermənipərəst dövlətlərin dəstəyindən istifadə edərək Azərbaycan Respublikasının digər ərazilərinin işğal edilməsi istiqamətində hərbi əməliyyatları həyata keçirərək Azərbaycanımızın əraziləri hesabına böyük Ermənistan yaratmaq planlarını reallaşdırmaq niyyətlərini həyata keçirmək üçün Ermənistan Respublikası ilə Azərbaycan Respublikasının sərhədində yerləşən Tovuz rayonu istiqamətində döyüş əməliyyatlarına, hücum əməliyyatlarına başlayaraq bir sıra əraziləri ələ keçirmək istiqamətində həyata keçirdiyi əməliyyatlara qarşı həyata keçirilən döyüşlərdə qəhrəmancasına ən yüksək zirvəni fəth edərək şəhidlik zirvəsinə yüksəlmiş şəhidlərimizdən biri olaraq Elçin Arifoğlu Mustafazadənin bugün il dönümünü qeyd etmək üçün bura toplaşmışıq. Allah Azərbaycanımızın ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi uğrunda döyüşlərdə bu günümüz üçün, gələcəyimiz üçün, sabahımız üçün Azərbaycan Respublikasının dünya miqyasında mövqeyini mükəmmələndirmək üçün Azərbaycanı bütövləşdirmək, Azərbaycan Respublikasına layiq olduğu dayanmaq üçün canlarını qurban vermiş hər bir şəhidimizə rəhmət eləsin. O cümlədən bugün
il dönümüne toplaşdığımız Elçin Arifoğlu Mustafazadəyə Allah rəhmət eləsin. Həqiqətən bu cür qəhrəman igid oğullarımız Azərbaycanımızın düşmən üzərində böyük qələbəsinin əldə edilməsini təməlli qoymaq üçün canlarını qurban vermişlər. Allah bir daha cəmi şəhidlərimizə rəhmət eləsin. Amin.